Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva aprelin 8-də Qəbələdə Gənc Arıçı layihəsinin 2 iştirakçısının evini ziyarət ediblər. İdeya İctimai Birliyindən APA-ya verilən məlumata görə Leyla Əliyeva görüşdə gənc arıçı ailələrlə səmimi söhbət edib, fəaliyyətləri ilə maraqlanıb, arıçılıq sahəsində ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib. Öz növbəsində layihə iştirakçıları Zəlikə Məmmədova və Rəfiqə Maxsudova, eləcə də onların ailə üzvləri göstərdiyi diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. Süzdükləri təbii balı layihənin xüsusi qablaşdırılmasında hədiyyə ediblər. Qeyd edək ki, 2021-ci ildən başlayaraq İdeya İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Gənclər Fondu Dövlət Məşğulluq Agentliyi və Abad Publik Hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən Gənc Arıçı layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının yaradılmasında dəstək göstərilib. Məqsədi biomüxtəlifliyinin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən gənclərə peşəkar mütəxəssislərin iştirakı ilə 1 aylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, bal süzən aparat və digər ləvazimatlarla təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb. Gənc arıçılar həmçinin məhsullarının sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.